Allahu Akbar, Allahu Akbar. Allahu Akbar, Allahu Akbar. İn uridu illa'l islaha mastata'tu. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala əşrafil ənbiyai vəl mursalin. Nəbiyyina Muhammedin və ala alihi və sahbihi əcmain. Elhamdülillah, yenə Rasulullah sallallahu aleyhi və səlləmin həyatını davam edirik. Və o vaxt ki, Peyğəmbər sallallahu aleyhi və səlləmi müdafiə edən əmisi Əbu Talib və yoldaşı Xədicə radiyallahu anhə dünyasını dəyişəndən sonra müşriklərin Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı cəsarətləri daha da artdı və başladılar Peyğəmbər sallallahu aleyhi və səlləmə əziyyətlər verməyə. Peyğəmbər sallallahu aleyhi və səlləm çox sevdiyi Xədicə radiyallahu anhəni itirmişdi, artıq ona evdə də təsəlli edən yox idi. Və onu da qeyd edim ki, Xədicə radiyallahu anhə vəfat edəndə təxminən 65 yaşı var idi, Peyğəmbər sallallahu aleyhi və səlləmin isə 50 yaşı var idi. Və müşriklər elə cəsarətlənmişdilər ki, hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin başına torpaq tökdülər. Peyğəmbər sallallahu aleyhi və səlləm evinə qayıtdı, qızı Fatimə radiyallahu anhə atasının başını təmizləyərək ağlamağa başladı. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, ey qızım, ağlama, Allah atanı qoruyacaq. Azğın müşriklər Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı əziyyətlərini davam edirdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün evdə ocağın üstündə qazan qoyduğu zaman heyvanın iç pisliyini qazanın içinə atdılar. Peyğəmbər sallallahu aleyhi və səlləm bir çubuqla o pisliyi götürüb bayıra atdı və dedi ki, ey Abdülmənaf oğulları, bu necə qonşuluqdur? Və Peyğəmbər sallallahu aleyhi və səlləmə elə əziyyətlər verirdilər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məcbur qalıb Taif bölgəsinə getmək qərarına gəldi və onları Allahın dininə dəvət etsin, onlar da İslamı qəbul etsinlər və Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvət etməsinə yardım edərlər, ənsar olarlar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkədən çıxdı, yanında da Zeyd ibn Harisə radiyallahu anhu var idi. Zeyd ibn Harisə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmi çox sevirdi, Peyğəmbər sallallahu aleyhi və səlləm də onu çox sevirdi. Və ikisi də gəldilər Taif şəhərinə. Taif Məkkədən təxminən 85-90 kilometr məsafədə yerləşir. Və o vaxt ora 2-3 günlük yol idi. Və gəlib Taifə çatdılar və orada Səqif qəbiləsindən 3 nəfərlə görüşdülər. Bunlar Abdüyyəlil, Əbu Məsud və Amr idi. Peyğəmbər sallallahu aleyhi və səlləm onlara gəliş məqsədini bildirdi, onları İslama dəvət etdi və qövmünün ona necə əziyyətlər verdiyini bildirdi. Onlar isə Peyğəmbər sallallahu aleyhi və səlləmi ələ salıb dedilər ki, səmadan endirilən Quran biz hörmətli adamlara deyil, sənə mi nazil oldu? Allah subhanahu wa ta'ala bu haqda buyurur. Onlar dedilər, nə üçün bu Quran iki şəhərdən, Məkkə və ya Taifdən olan böyük bir adama nazil edilmədi? Sonra Allah ta'ala buyurur ki, sənin Rəbbinin mərhəmətini onlar mı bölüşdürürlər? Zuhruf surəsində. Və Abdüyyəlil ilə digərləri Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvətini rədd edib, əksinə Taifin uşaqlarını, kölələrini, səfihlərini onun üzərinə hücum etməyə qaldırdılar. Və onlar Peyğəmbər sallallahu aleyhi və səlləmi daşlayaraq Taifdən qovdular. Onlar Peyğəmbər sallallahu aleyhi və səlləmi daşla vurarkən Zeyd radiyallahu anh özünü onun qabağına sipər edirdi və deyirdi ki, Allahdan qorxun, Allahdan qorxun. Dayanın, məni vurun və bu hadisədə Peyğəmbər sallallahu aleyhi və səlləm ilə Zeyd başlarından, ayaqlarından yaralandılar və belə ağır vəziyyətdə Allahın elçisini Taif şəhərindən qovub çıxartdılar. Urva ibn Zübeyr rəvayət eləyir ki, Ayşə radiyallahu anhə dedi ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdum ki, ya Rasulullah, sənin Uhud günündən daha ağır bir günün olubmu? Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, ey Ayşə, mən artıq sənin qövmündən çəkdiyimi çəkmişəm və ən çox əziyyət çəkdiyim gün Aqabə günü olmuşdu, yəni Taif səfərində. O vaxtı ki, mən İbn Abdüyyəlilə mənə himayə etməyini xahiş etdim, lakin o mənə dəstək vermədi.
Mən istirab çəkə-çəkə geri döndüm və ancaq Qarn-ı Səalibə və ya Qarnül Mənazilə çatanda özümə gəldim. Bu Məkkə və Taif arasında olan dağdır və sonra üstümə kölgə salan buluda başımı qaldırıb baxanda gördüm ki, Cəbrail əleyhissalam oradadır. O mənə belə dedi: Allah sənin qövmünün sənə nə etdiklərini və sənə necə rədd cavabı verdiklərini eşitdi. Rəbbin dağlar mələyini sənin yanına göndərib ki, onları bəlaya düçar etmək istədiyini bu mələyə əmr edəsən. Dağlar mələyi mənə salam verdikdən sonra dedi ki, ey Allahın elçisi, nə istəyirsənsə buyur. İstəyirsənsə bu iki dağı Axşabeyni, yəni Əbu Qubeys və Qayqan dağlarını onların başına uçurdum. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, xeyr, mən ancaq onu istəyirəm ki, Allah onların nəslindən tək Allaha ibadət edən və ona heç bir şeyi şərik qoşmayan kimsələr gətirsin. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin bu Taif əhli üçün etdiyi duası qəbul olmuşdu və Taifdən sonralar çoxlu tabinlər və alimlər çıxdı və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm yenidən Məkkəyə qayıtmalı oldu. Zeyd radiyallahu anh dedi ki, ya Rasulullah, Qureyş səni şəhərdən çıxartdığı halda təkrar ora necə qayıdacaq? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, Allah bizə rahatlıq verəcək və dininə yardım edəcək. Gəlib Hira dağına yaxın yerdə dayandılar və 3 nəfərə xəbər göndərdi ki, onu himayə edib Məkkəyə salsınlar. 3 nəfərdən ikisi bunu rədd etdilər. Mut'im ibn Adi müşrik olsa da Peyğəmbər sallallahu aleyhi və səlləmi himayə etməyə razı oldu və silahlandı, uşaqlarını və yaxınlarını da dedi ki, silahlanıb Kəbənin yanında məni gözləyin, çünki Muhammədi sallallahu aleyhi və səlləm himayə etməyə söz verdim və gəlib Peyğəmbər sallallahu aleyhi və səlləm ilə Zeyd radiyallahu anh'ı Məkkəyə Kəbənin yanına gətirdi və dedi ki, ey Qureyş, eşidin, Muhammədi sallallahu aleyhi və səlləm himayəmə aldım, heç kim ona toxunmasın. Peyğəmbər sallallahu aleyhi və səlləm gəlib Həcərül Əsvədi öpdü, 2 rükət namaz qılıb evinə getdi. Əbu Cəhil dedi ki, ey Mut'im, yoxsa sən də ona tabi olub dinindən dönmüsən? Mut'im də dedi ki, xeyr, sadəcə onu himayə edirəm. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onun bu yaxşılığını unutmamışdı. Hətta o kafir olsa da belə, necə ki Bədir döyüşündə Məkkə müşriklərindən 70 nəfər əsir düşdü və Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, indi Mut'im ibn Adi həyatda olsaydı və bu əsirlərin azad olunmasını məndən istəsəydi, mən onları azad edərdim. Peyğəmbər sallallahu aleyhi və səlləm həcc mövsümünü gözləyirdi ki, insanlar həccə gələndə çox insanı dəvət etmək fürsəti olacaq və çox insanları, qəbilələri İslama dəvət etsə də onlar qəbul etmirdilər. Həmçinin Yəsribdən olan Süveyd ibn Samiti dəvət etdi. Yəsrib Mədinənin əvvəlki adı idi. Və dəvət əsnasında Süveyd Peyğəmbər sallallahu aleyhi və səlləmə dedi ki, bəlkə məndə olan kəlam sənin dediyin sözlərdən yaxşıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, sənin dediklərin nədir elə? Süveyd dedi ki, loğmanın hikmətləridir. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, şübhəsiz bu kəlamlar gözəldir, lakin məndə olan kəlamlar bundan daha üstündür. Bu mənə Allah subhanahu wa ta'alənin göndərdiyi Qur'andır, bu hidayət və nurdur və ona Qur'andan bəzi ayələr oxudu, İslama dəvət etdi və o da bu dəvəti qəbul etdi və dedi ki, həqiqətən də bunlar gözəl sözlərdir və Süveyd Mədinəyə qayıtdı, Xəzrəc və Aus qəbilələri arasında baş verən Boğaz döyüşündə öldü. Həmçinin Peyğəmbərliyin 10-cu ilinin axırlarına doğru Yəmənin Davs qəbiləsindən olan Tufeyl ibn Amr Əd-Davsi Məkkəyə gəldi. Tufeyl həmi qəbilə başçısı idi, həmi dəyərli şair idi və rəvayət eləyir ki, mən Məkkəyə gələndə oranın başçıları məni qarşıladılar, məni evlərinə dəvət etdilər və sonra dedilər ki, burada bir nəfər var, ondan ehtiyatlı ol, o bizim birliyimizi pozdu. Ata ilə oğulu, qadınla ərini, qardaşla qardaşın arasını ayırdı. Biz qorxuruq ki, bizim başımıza gələn bəla sənin və qövmünün başına gələr. Nə badə onu dinləməyəsən və qulaqlarıma pambıq tıxadım, Kəbənin yanına getdim və gördüm ki, o da orada namaz qılırdı və onun ibadəti bizimkindən fərqli idi və öz-özümə dedim ki, mən dəyərli bir şairəm, yaxşı və pis olan sözləri yaxşı bilirəm. Bu adamın sözlərində yaxşı nə varsa təsdiq edərəm, pis nəsə olsa rədd edərəm və orada dayanıb gözlədim ta ki o oradan gedənə qədər və gedəndə mən də arxası ilə getdim, o evinə girəndə mən də izin istəyib onunla evə
daxil oldum və dedim ki, ey Muhammed sallallahu aleyhi və səlləm, sənin qövmün mənə o qədər sənin haqqında danışdılar ki, məni elə qorxutdular ki, mən səni eşitməmək üçün hətta qulaqlarıma pambıq tıxadım. Amma Kəbənin yanında sənin bəzi dediklərinin bir hissəsini eşitdim və mənə xoş gəldi. Mənə öz məqsədini bildir. O da məni İslam'a dəvət etdi. Quran-ı Kərimdən ayələr oxudu. Dedim ki, vallahi bu vaxta qədər bu cürə gözəl sözlər eşitməmişdim və oradaca şəhadət gətirib müsəlman oldum. Və bir müddət orada qaldım. Peyğəmbər sallallahu aleyhi və səlləmdən bəzi şeylər öyrəndim, Allahın ayələrindən öyrəndim və dedim ki, ya Rasulullah, mən qövmümün içində hörmət edilənəm və Allaha dua et ki, mən gedib onları İslam'a dəvət edərkən mənə bir əlamət versin Allah Taala. Mən onları Allaha ibadət etməyə dəvət edə bilim. Peyğəmbər sallallahu aleyhi və səlləm dua etdi ki, Allahım, Tufeyl ibn Amra bir əlamət ver. Və deyir, qayıtdım öz qövmümə və qövmümə çatmağa az qalmış, gözlərim və üzüm lampa kimi parıldamağa başladı. Və mən dua etdim ki, Allahım bu əlaməti mənim üzümə deyil, başqa yerə ver. İnsanlar bunu belə görüb səhv anlayarlar. Bu vaxtda üzümdə olan parıltı əlimdə olan əsanın ucuna keçdi. Cəmaət elə bilmişdilər ki, qamçının ucundan və yaxud da əsanın ucundan fənər sallanıb. Və ən birinci dəvət etdiyim adamlar atam ilə yoldaşım oldu. Onlar İslamı qəbul etdikdən sonra bütün Davs qəbiləsinə müraciət etdim. Lakin onlar İslamı qəbul etməyə tərəddüd etdilər. Bir dənə Əbu Hureyradan başqa o dərhal qəbul etdi. Əbu Hureyra radiyallahu anh rəvayət edir ki, bir müddətdən sonra Tufeyl ibn Amr Məkkəyə qayıtdı və dedi ki, ya Rasulullah, Davs qəbiləsi asi oldular. Onlar İslamdan imtina etdilər. Onlara bəddua et. Sahabələr gördülər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əllərini göyə qaldırdı. Dedilər ki, artıq Davs qəbiləsi həlak oldu. Peyğəmbər sallallahu aleyhi və səlləm dua edib belə dedi, Allahım, Davs qəbiləsini hidayət et, doğru yola yönəlt və onları mənə tərəf gətir. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Tufeyl ibn Amra dedi ki, öz qövmünün yanına qayıt və onlarla mülayim rəftar et və İslam'a dəvət et. Və Tufeyl ibn Amr deyir ki, qayıtdım və Peyğəmbər sallallahu aleyhi və səlləm dediyi kimi də dəvət etdim. Xeybərin fəthində 80 nəfər ailə ilə gəldik Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına. O bizə də qənimətdən pay verdi. Tufeyl ibn Amr radiyallahu anh sonralar baş verən Yəməmə döyüşündə şəhid oldu. Həmçinin Yəmənin Əşşənua qəbiləsindən olan Dimad ibn Sələbə Məkkəyə gəlmişdi və eşidir ki, Muhammed sallallahu aleyhi və səlləm məcnun olub və deyir ki, mən onu sağaldaram və gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmi tapır və deyir ki, əgər izin versən, sənə bəzi şeylər oxuyaram, xəstəliyinə şəfa olar. Və adəti üzrə Peyğəmbər sallallahu aleyhi və səlləm Dimadı dinlədikdən sonra başladı onu İslam dininə dəvət etməyə. İnnəl həmdəlillahi nəhməduhu və nəstəinuhu və nəstəğfiruhu ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Həqiqətən həmd Allaha məxsusdur. Biz ona həmd eləyirik. Ondan yardım və günahlarımızın bağışlanmasını diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allahın doğru yola yönəltdiyi kimsəni azdıran, azdırdığı kimsəni isə doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq, haqq məbud yoxdur, o təkdir, şəriki yoxdur və şahidlik edirəm ki, Muhammed onun qulu və elçisidir. Bu sözləri eşidən Dimad çox təəccübləndi və dedi ki, ey Muhammed sallallahu aleyhi və səlləm, o sözləri bir də oxuya bilərsənmi? Peyğəmbər sallallahu aleyhi və səlləm ikinci dəfə yenə oxudu və üçüncü dəfə də oxumasını xahiş etdi və sonda Dimad dedi ki, mən kahirlərin, sehirbazların, şairlərin sözlərini dinlədim, lakin sənin bu sözlərin bənzərini heç eşitmədim. Bunlar dənizin dərinliklərinə çatdı. Əlini ver, sənin dininə girmək üçün beyət edim və İslamı qəbul etdi. Həmçinin Xədicə radiyallahu anhə vəfat edəndən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm evdə tək qalmışdı və iki qızı Ümmü Kulsum və Fatimə, Allah onlardan razı olsun,
Və bir gün Xavlə binti Hakim Peyğəmbər sallallahu aleyhi və səlləm yanına gəldi və dedi ki, ey Allah Rasulü, evlənmək istəyirsənmi? Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, kiminlə? Xavlə dedi ki, istəyirsən bekar və ya dul qadınla. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, bekar olan kimdir? Xavlə cavab verdi, sənə insanların içərisində ən sevimli olanın qızı Ayşə binti Abu Bakır. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, bəs dul olan kimdir? O da dedi ki, Savda binti Zəm'a. O sənə iman gətirib və sənə tabi olub. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, get onlarla mənim haqqımda danış. Xavlə də gəlib Abu Bakra dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə ilə ailə qurmaq istəyir. Abu Bakr radiyallahu anh dedi ki, Ayşə Rasulullaha uyğun olarmı axı? Ayşə onun qardaşı qızıdır. Xavlə gəlib bu haqda Peyğəmbər sallallahu aleyhi və səlləmə bildirəndə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, getdi ki, o mənim din qardaşımdır və Ayşə də mənə uyğundur, halaldır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə ilə nişanlandı. Həmin vaxtı Ayşə radiyallahu anhə 6 yaşı var idi və Mədinəyə gələndən sonra hicrətin 2-ci ilində Bədir döyüşündən sonra birlikdə yaşadılar. Həmin vaxtı Ayşə radiyallahu anhənin 9 yaşı var idi və birlikdə 9 il yaşadılar. Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edəndə isə onun 18 yaşı var idi. Möminlərin anası radiyallahu anhə. Həmçinin Xavlə sonra gəldi Savda binti Zəm'anın yanına və Peyğəmbər sallallahu aleyhi və səlləmin onunla ailə qurmasını bildirdi. Savda buna razılıq verdi və hicrətdən 2 il təxminən əvvəl Məkkədə ailə qurdular. Təxminən 4 il Məkkədə onunla birlikdə oldular. Peyğəmbər sallallahu aleyhi və səlləm Savda ilə ailə qurmaq istəyəndə Savda Peyğəmbər sallallahu aleyhi və səlləmə dedi ki, ya Rasulullah, mənim səninlə ailə qurmağım üçün bir əngəl var. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, nədir o elə? Savda dedi ki, ya Rasulullah, mənim çoxlu övladlarım var, onlar səsküy edərlər və qorxuram sən buna görə narahat olarsan. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, Allah sənə rəhm etsin, qadınların ən xeyirlisi çətinliklərə səbr edəndir. Qureyş qadınlarının ən yaxşısı da uşaqlarına qarşı şəfqətli olan və yoldaşının əmanətlərini qoruyandır. Və Savda dul qalmış 5 və yaxud da 6 uşağı var idi. Peyğəmbər sallallahu aleyhi və səlləmin də yanında 2 qızı var idi və beləcə bu nicah baş tutmuşdur. Allah onların hamısından razı olsun. Burada dayanaq və sallallahu alə seyyidina Muhammedin və alə alihi və sahbihi əcmain.